فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك على هؤلاء شهيدا Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in emma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram qardaşlar. Allaha şükürlər olsun ki, Allah müvəffəq etdi, yenə də oturduq. Allahı zikr edirik. Bu Allahın quluna olan lütfüdür, mərhəmətidir. Allahdan istəyirəm ki, Allah bizi sabit etsin və bizi belə xeyir məclislərin üzərində davamiyyətli eləsin. Və bugünkü mövzumuz yenə də Allahın ad və sifətləri barədədir, Allahın gözəl adları və 16-cı dərsdir bu barədə artıq götürürük. Və mövzumuz dedik ki, Allahın adlarıdır və bugün götürəcəyimiz iki ad var. Əl-Latif, Əl-Xabir. Əl-Latif bir mənası lütf edən, lütfkar, bir mənası da bütün incəlikləri bilən, bütün incə işləri bilən. Yəni incə nədir? Gizlin, çox incə, bilinəsi çox çətin olan hər şeyi Allah Subhanahu taala bilir və Əl-Xabir də hər şeydən xəbərdar olan, istər aşkarda olan, istər gizlində olan, daha əhatəli, hər bir məsələdən xəbərdar olan. Bu iki ad da dediyimiz kimi biz əvvəlki qayda götürmüşdük ki, Allahın adları Quran və sünnə ilə sabit olmalıdır, dəlilə söykənməlidir ki, biz Allahı o cürünə adlandıraq, düzdür? Və buna görə də biz Qurandan və yaxud da Allah Rəsulunun sünnəsindən buna dəlil gətirməliyik o ada. Allah Subhanahu taalanın bu adı Quran-ı Kərimdə, bu iki ad bir yerdə çox vaxt gəlir və Quran-ı Kərimdə bir neçə yerdə təkrarlanır. Məsələn, Allah Əzzə və Cəllə Ənam surəsinin 103-cü ayəsində buyurur ki, Lə yudrikuhul əbsaru və huvə yudrikul əbsar və huvəl latiful xabir. Gözlər onu dərk etməz, o isə gözləri dərk edər. Bax, burada keçdi. Və huvəl latiful xabir. O lütfkardır, lütf edəndir, qullarına qarşı şəfqətlidir və hər şeyə xəbərdardır. Başqa ayədə Allah Subhanahu taala Həcc surəsinin 63-cü ayəsində buyurur ki, Ələm tərə ənəlləhə ənzələ minəs-səmai məən fətusbihul ərdu muxtarrah. İnnəlləhə latifun xabir. Bax, burada da keçdi. Latif, xabir adı. Məyər Allahın göydən su endirdiyini, yağış yağdırdığını və o yağışla neynəsin? Yerin üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən Allah lütf sahibidir, lütfkardır, xəbərdar, hər şeydən xəbərdardır. Həmçinin Loğman əleyhissalamın öz oğluna olan nəsihəti var. Nədir Allah Loğman əleyhissalam öz oğluna? Bilirsiniz də Loğman surəsində Loğman əleyhissalam öz oğluna nəsihət edir, çoxlu nəsihətlər. Birinci neydən başlayır? Şirkdən. Allaha şərik qoşma. Ən birinci nəsihət. Hər birimiz övladımıza şirki və tövhidi öyrətməliyik. Tövhid və şirki öyrədəndən sonra ondan aşağı günahları da yavaş-yavaş ailəmizə, övladlarımıza öyrətməliyik. Və Loğman əleyhissalam oğluna deyir ki, Yə buneyyə, ey oğlum, İnnəhə in təku misqalə həbbətin min xardəlin fətəkun fi saxratin əv fis-səmavati əv fil-ərdi yəti bihəllah. İnnəlləhə latifun xabirə. Burada da Allahın lətif və xabir adı gəldi ki, Loğman nədir oğluna? Oğlum deyir, gördüyün iş xırda, xardal dənəsi boyda olsa da, yəni balaca bir şey olsa da, bir qayanın içində olsa da, və yaxud da göylərdə və yaxud da yerin dibində olsa da, harada olur olsun xeyri iş, Allah onu aşkar edər. Həqiqətən Allah lütfkardır, lütf sahibidir, xəbərdar olandır, hər şeydən xəbərdardır. Və başqa Əhzab surəsinin 34-cü ayəsində وَذْكُرْنَا مَا يُتْلَى فِي بُيُوتِكُنَّ مِنْ آيَاتِ اللّٰهِ وَالْحِكْمَةِ اِنَّ اللّٰهَ كَانَ لَطِيفًا خَبِيرًا. Burada da gəldi ayədə. Yaxşı, dedik ki, xabir adı nədir? Onun mənası Allahın elminin bütün gizli olan şeylərə çatması. Yəni Allah hər şeydən xəbərdardır. Allahdan heç bir şey nədir?
Gizlin qala bilməz. Və həmçinin qəlblərdə olanları bilir Allah Subhanahu taala. Yəni qəlblərdə nə gizlənib, nəyi saxlamısan, bir əməl eləyəndə orada nə niyyət eləyirsənsə, onların hamısını Allah bilir. Və həmçinin toxumları, o gizlində olan yerin altında olan toxumları və həmçinin incə işləri, xırda zərrəciklərin sirlərini hər şeyi bilir. Və bu ad deməli qaydır xabir adı o gizlində olan, incə olan, son həddə xırda olan şeylərə. Bir var ki, Allahın alim adı var, elmli olan. Hər şeyə elmi var. Bu ad xabir adı isə lap xırda, incə olan şeylərə qayıdır. Və o Allah Subhanahu taala hər bir şeyi elmi ilə bilir. Hər bir şeyi elmi ilə bilir və hər bir şeyi də yəni ədədi ilə hesablayıb. Neydən nə qədərdir, neydən nə qədər. Hamısını bilir Allah Subhanahu taala. Lakin dedik ki, Lətif adı isə, Əl-Latif adı isə indi bu adı keçməmişdən qabaq indi gör Allah Subhanahu xırda şeyləri bilirsə, zahirdə olan şeyləri görürsə Allah Subhanahu taala bilir də, aydındır. Əl-Latif adı isə onun bir mənası dedik elə xəbir mənasındadır. Yəni hər şeyi bilən, hər şeydən xəbəri olan. İkinci mənası isə qardaşlar öz qullarına, bax diqqət eləyin, öz qullarına, övliyalarına onların xeyirlərini, onlara aid olan xeyirləri çatdıran, lütfi ilə, yaxşılığı ilə elə çatdırır ki, bu çox gözəl addır ya, yəni dəhşətli bu mənaları var. Elə çatdırır ki, qulun ondan xəbər olmur. Çox vaxt Allahın lütfündən qul sonradan xəbər tutur. Uzun illərdən sonra, ya da ola bilər axirətdə. Aydındır. Lakin sən bilirsən ki, Rəbbin nədir sənin? Lütfü var, lütf sahibidir. O sənə nə edirsə, bil ki, sənin yaxşılıqvadır. Sənə çətin görsənsə də. Aydındır. Məsələn, bax, şeyx burada gətirir ki, Allahın lütfü quluna, yəni o Allahın rəhmətindəndir. Bu xas bir rəhmətdir. Hansı ki, o rəhməti quluna çatdırır. Və qul bəzən çox vaxt onu hiss eləmir və yaxud da səbəblərini hiss eləmir o lütfün. Yəni, səbəblər nədir? Yəni, indi gələcək məsələn. Səbəblər odur ki, Allah Subhanahu taala quluna lütf eləyir. O başına gələn şeylər, diqqət eləyin, başına gələn şeylər onun lütfündəndir. Lakin o başına gələn şeylər nədir? Sənə nə görsənir? Ağır görsənir. Lakin onda onun lütfü var. Aydındır? Ona görə sən ola bilmirsən. Və şeyx sonra buyurur ki, Allah Subhanahu taalanın quluna olan lütfü, yəni Allahın quluna xas olaraq onunla dostluq eləməsidir. Ona sahib çıxmasıdır. Və o lütfü ilə qulun zahiri və daxili halı düzəlir. Və ondan, onun o, yəni qəlbində olan daxili, yəni o halı, o xoşa gəlməyən şeylər ondan uzaqlaşdırılır. Daxildə Allahın insanın daxilinə olan lütfü var, bir də xaricində olan lütfü var Allahın quluna. Daxilində olan lütfü nədir, qardaşlar? Bunları diqqətlə dinləyin. İnşallah ki, başa düşəcəksiniz. Daxilində olan lütfü Allahın quluna olan iman nemətidir. Ona iman nəsb eləyir, onun qəlbini imanla doldurur, onu günahlardan çəkindirməyə güc verir, iman verir və qəlbinə rahatlıq və səbir verir. Və bu məsələni heç kəs görmür. Lakin qul görsən ki, dəyişir. Qul sabit qalır. Qul qabağa gedir. Allahın itaətlərində möhkəmlənir. Allahın, məsələn, nə deyirlər ona? Yəni, haramlarından uzaqlaşır. Bu qul Allahın quluna olan bir lütfüdür. Aydındır. Xarici səbəblər isə Allah Subhanahu taala qulun xaricində, onun əlində olmayan səbəblər göndərir qula ki, qul o səbəblərlə nə olur? Möhkəmlənir, ucalır, izzətlənir və Allaha yaxınlaşır. Misal nə? Ən bariz misal Qurani Kərimdə Yusuf qissəsi. Yusuf əleyhissalamın qissəsi. Görün, Yusuf əleyhissalamla Yaqub əleyhissalamın başına nələr gəlir? Diqqət eləyin ona. Bax, oğlu əlindən alınır. Ən çox sevdiyi oğludur. Atılır quyuya.
kölə kimi satılır. İllər boyu ata oğuldan həsrət qalır. Salınır zindana. Və bu şeylərdən sonra Yusif artıq mükafatı görəndə deyir ki, İnnə Rabbi latifun limə yəşə. Allah istədiyinə lütfünü, mənim Rəbbim deyir, həqiqətən mənim Rəbbim deyir, istədiyinə lütf edəndir, lütfkardır. Fikir ver. Yəni, Allahın bu şeyləri Yusifə verməsində səbəb nə idi? Onu ucaltması, onu böyütməsi və onu Rəbbinə bağlaması və möhkəmləndirməsi. Ona görə də bu məsələ, Allahın lütfü məsələsində yəni, misallar çox genişdir və bu misallardan Şeyx burada bir neçəsini zikr edir. Onları da inşallah oxuyaq və bununla da kifayətlənək. Birinci, Allahın mömin qullarına olan lütfüdür ki, Allah Subhanahu taala onları zülmətlərdən nura çıxardıb. Və cahillik zülmətindən, küfür zülmətindən, bidət zülmətindən, asilik zülmətindən elm, iman, itayət nemətinə yönəldib onları. Yəni, bu bizim öz gücümüzlə deyil də, aydındır. Bu Allahın quluna olan lütfüdür. Yəni, Allah Subhanahu kimə lütf eləyirsə, imanı ona sevdirir, itayətə qarşı ona məhəbbət və güc verir və onun qəlbində asiliyə, şirkə, bidətə qarşı nifrət oyadır. İnsan Allahın sevdiyini sevir, Allahın sevmədiyini sevmir. Bu Allahın qulunun qəlbinə olan lütfüdür, onu düzəldir. Və həmçinin də Allahın quluna olan lütfündəndir ki, onu nəfsinə itayət etməkdən qoruyur. Çünki nəfsin xarakteri nədir? Əmməratun bis-su. Pisliyi əmr edir daimi nəfs. Sənin içində bir əjdaha var, canavar var. Daima sənə nə edir? Əmr edir ki, eləmə. Filan şey yaxşıdır, filan şey. Rahatlandır, günahlarla rahatlanır nəfs. Asiliklə rahatlanır, itayətlərdən əziyyət çəkir nəfs. Lakin Allah o nəfsə lütf eləyəndə, o qula lütf eləyəndə nəfsinin hakimi eləyir onu. Nəfsinin əlini ala bilir onu. Aydındır? Allah sonra nə deyir Quran-ı Kərimdə? Qad əfləhə mən zəkkəhə. Yəni, kim nəfsini təmizləyirsə artıq nicat tapır. Və qad xabə mən dəssəhə. Və kim də onu buraxırsa başına günaha salırsa nəfsini artıq yəni o həlak olur. Ona görə insan Allah bir quluna lütf eləyəndə o nəfsi istəklərindən uzaq olur. Baxmayaraq ki, o nəfs, o fahişə şeyləri, pis şeyləri, günahları cəlb eləyən fitnələr, asilikləri, şəhvətləri insana cəlb eləyən o səbəblər çoxdur. Lakin insan nə edir? Səbr eləyir Allah üçün və dözür və Allah onun qəlbinə bir sabitlik verir, rahatlıq verir. İnsan o Allahın lütfündəndir. Məsələn, bilirsən ki, yalan, qeybət, zina, haram yemək, ibadətləri, yəni bu yemək, bunlar hamısı nədir? Nəfsə rahatlıq verən şeylərdir. İbadət nəfsə ağır gəlir. Allah istədiyi quluna öz lütfü ilə yardım edir. İnsan harama baxmaq istəyir. Məsələn, nəfsi istəyir insan harama baxmalı. Allah o qulun qəlbinə bir qorxu yaradır onun qəlbində. İnsanın qəlbi qorxudur. Mən nə edirəm? İnsanın qəlbi islah olur. Allah Subhanahu onun qəlbinə qorxunu salır. Və Allah həmin quluna lütf verir və həmin qul nə edir? O günaha məsələn uzaqlaşır. Məsələn, insan oruçdur. İnsana ağır gəlir. İnsan yesin, içsin. Bədəni əziyyət çəkir insanın. Lakin Allah onun qəlbinə lütf eləyir. İnsan bu şeydən yəni orucu davam edir, Allah üçün səbr edir. Və həmçinin insan sübh namazına qalxmaq, məsələn, saat 3-də sübhə qalxmaq çətindir. Hər insan bunu müvəffəq olmur. Amma Allah qula lütf eləyir, insan yorğanın üstünə atır, Allah üçün qalxır ki, Rəbbim mənə əmridir. Bu Allahın quluna olan lütfüdür, hidayətidir. Necə ki, Yusif əleyhissalam qadınla baş-başa qalanda, Allah Subhanahu nə deyir o barədə? Deyir ki, qadın ona meyl etdi, əgər Yusif Rəbbinin dəlini görməsəydi, o da ona meyl edərdi. Beləcə biz deyir, pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Fikir vermədə özü uzaqlaşdı. Yəni, uzaqlaşdırdıq. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Taifə gedir. Məsələn, gör nə qədər ona zülmlər edirlər Taifdə. Ən böyük əziyyətlərindən biri dəvətdə onun Taifdə olub. Yəni, qohumlarını dəvətə gedir ki, ümid edir ki, orada onun dəvətinə cavab verəcəklər. Heç kəs onun dəvətinə cavab vermirdi Məkkədə demək olar. Gedir Taifə ki, dəvətinə, lakin onu vururlar, daşlayırlar, qan içində olur. Və lakin
Gəlir mələk onun yanına və deyir ki, dağlar mələyini istəyirsən, Allah Subhanahu taala sənin əmrinin altına verib Taifi məhv eləyək. Lakin Peyğəmbər nəfsinə qalib gəlir və onlar üçün dua eləyir. Görürsən, bu Allahın insana olan lütfündəndir. Və həmçinin qardaş da Allahın lütfünün, bax fikir ver, bu şeyləri insanlar çox zəif başa düşürlər. Kaş ki insanlar bunu bilərdilər. Allahın quluna olan lütfünün əlamətlərindəndir ki, onlara, onların xeyrinə olanı bildiyi ruzunu verib. Onların istədiyi ruzunu verməyib onlara. Bir daha deyirəm. Allahın quluna olan lütfünün əlamətidir ki, onların nə xeyrinədir onu verir onlara. Xüsusən möminlərə aiddir bu. Onların istədiyini onlara vermir. Çünki Allah Subhanahu taala bilir ki, bu quluna daha xeyirlidir. Qul onu istəməsə də, xoşlamasa da, Allah Subhanahu taala onun üçün bunu seçir. Allah Subhanahu taala buyurur ki, Allahu latifun bi ibadihi yarzuqu men yəşə. Allah qullarına qarşı lətifdir, yəni lütfkardır, istədiyinə ruzu verir və huvel qaviyyul aziz. O qüvvətlidir və izzətlidir. Yəni insan bəzən çox şey istəyir. İnsanın nəfsindən də Adəm övladının bir vadi qızıl dolusu, vadisi olsa belə nə deyə, yenə də olsun. İnsan çox istəyir. Məsələn, çoxlu pul, müəyyən iş, ev və s. Amma Allah Subhanahu taala ona istədiyini verir. Çünki Allah Subhanahu taala bilir ki, quluna nə xeyirdir, onu ona nəsib eləyir. Və bəzən insan onu zərər bilsə də, lakin o Allahın quluna olan lütfüdür. Ona görə insan razılaşmalıdır bununla və Allaha qarşı gözəl zəndə olmalıdır. Allah Subhanahu buyurur ki, ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz bilməzsiniz. Məsələn, insan bir işə girmək istəyir, hə? İşə sənəd verir, işə alınmır. Mömin deyir ki, əlhəmdülillah, istixara qılmışam, haram yollara əl atmıram, haramla da girə bilər o işə. Deyir ki, Allah mənə bunu imtihan edir, halalla, əlhəmdülillah, eləmir, qiyamam qıraqda. İstixara qılmışam, Allah ruzu verəndir, başqa yerlərdən iş çıxardar mənə üçün. Və Allah təvəkkül edir, səbr eləyir və görür ki, bir müddətdən sonra o işdə nə iflas oldu, başqa bir fəsadlar oldu və yaxud da o işçilərin hamısını çıxartdılar işdən və yaxud da başqa bir problemlər oldu. Allah Subhanahu ona öz lütfünü göstərir və yaxud da qiyamət günü ona bildirəcək. Və yaxud da insan bir qadınla evlənmək istəyir və yaxud da bir qadın bir kişini evlənmək istəyir. Allah Subhanahu onları müvəffəq eləmir onu. Və sonradan görürsən ki, o qadın və yaxud da o kişi o başqasının evləndiyi ailədə nə qədər böyük fəsadlar çıxardır. Onun insan Allahın ona o ruzu təqdirinə razılaşmalıdır və bilməlidir ki, Allah onun üçün ən gözəlini seçir. Çünki Allah zülmdən uzaqdır, Allah ədalətsizlikdən uzaqdır. Allah heç bir quluna zülm eləməz, hətta kafir quluna belə. Allah heç kəsə ədalətsizlik eləməz. O ona nə eləyirsə onun xeyrinədir. Razılaşmalıdır. Çünki aqibəti, nəticəni Allah bilir. Sən bilmirsən. Sənin üçün xeyirli görsənsə də belə. Aydındır? Bu sahabələrin üçün çox baş verib belə şeylər. Məsələn, Hudeybiyyə sülhündə Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə girmədi. Sülh bağladı, qayıtdı dala. Hə? Halbuki girə bilərdi. Sahabələrin bəzən ağır gəldi bu çoxsuna ki, yəni Allah Rəsulunun xeyirli olublar, kimdir ki, bizim qabağımızı kəsilər ki, biz Məkkəyə girməyək. Hətta orada ağır şərtlərlə sülh bağladılar. Allah Rəsulunun adının qabağına Rəsulullah yazmadı. Əsirləri şərt kəsdi ki, əsirlər bizdən bundan sonra sizə qoşulan olsa, onu qaytarırsınız bizə, müsəlmanı. Və belə şərtlər kəsdi. Amma bir neçə ildən sonra Allah Subhanahu Məkkənin fəthini nəsib elədi. Onun insan Allahın təqdirinə, Allahın ona verdiyi şeyə həmişə razı olmalıdır və bilməlidir ki, Allah onun ən xeyirlisini seçib. Ən xeyirlisini. Və həmçinin Allahın quluna olan lütfündəndir ki, onu özünə daha çox yaxınlaşdırsın deyə, onu axirətdə daha çox bağışlasın deyə, onu axirətdə sıxıntıya salmasın deyə ona çoxlu müsibətlər göndərir. Ona çoxlu müsibətlər göndərir və müxtəlif növ bəlalar, müxtəlif növ imtahanlar göndərir. Bu da qulun kamilliyini və cənnətdə olan nemətlərinin kamilliyini artırır. Bu da böyük, yəni Allahın gizli lütfündən, gizli rəhmətinin əlamətlərindəndir. Məsələn, Allah Subhanahu taala bir quluna dedi ki, bu şeyləri eləyəndə onun günahlarını təmizləyir ona. Onu özünə yaxınlaşdırır. Onu ucaldır. Onun qəlbindəki imanı möhkəmlədir.
və onu övliyalarından, yaxın dostlarından eləyir. Çünki peyğəmbərlərin yanında olanlara həmişə böyük imtahanlar gəlib. Həmişə böyük imtahanlar peyğəmbərlərə, onlara oxşayanlara gəlib. Bu da insanın Allahla olan sadiq dostluğunun əlamətidir. Yoxsa ki, insan var ki, Allah sonra nə deyir Quran-Kərimdə? Ayənin mənasını deyəcəm də, deyir, insanlardan ellər var ki, Allaha hərflə ibadət edirlər. Hərf nədir? Münafiqlikdə o. Yəni, onlara bir yaxşılıq olanda imanları qalxar. Allaha bağlanarlar. Elə ki, sıxıntıya düşdülər, qaçırlar. Bu, müminin sifəti ola bilməz. Müminin ibadəti, necə ki, rahatlıqda da ibadəti var, onun çətinlikdə ibadəti var. Təbii ki, yay ayında soğuq sunan dəstəmaz almağın əcri, qış ayında soğuq sunan dəstəmaz almağın əcrindən aşağıdır. Mümkün deyil olan əcri bir olsun. Yəni, sən qış ayında soğuq sunan dəstəmaz alırsansa, görürsən ki, su var, soyuqdur. Lakin əlhəmdülillah, yəni ki, ala bilərəm, xəstələnməmək şərti ilə. Alırsansa, o yay ayında sərin su nəfsə xoş gəlir. Rahatlanırsan, sərinlənirsən. Amma nəfsə ağır gələn nədir? O soyuq sudan qışda dəstəmaz almağın. Sənin saat 7-də səhər sübhə durmağın hara? Sənin gəl saat 3-də sübhə durmağın hara? Onun bunların arasında Allaha daha çox bağlı olanlar kimlər olur? O dəhşətli sıxıntılarda Allahın yanında olanlar, Allaha bağlananlar, təvəkkül eləyənlər, Allaha iman edənlər. Allah nə deyir? Biz sizi وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْسٍ مِنَ الْأَنْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Biz sizi biraz acılıqla, biraz qorxuyla, biraz acılıqla, biraz övlad və mal itkisi ilə imtahan edəcəyik. Nə deyir? Qaçanları müjdələ deyir. Səbr edənləri müjdələ. O kəslər ki, onların başına bunlar gələndə nə deyərlər? İnnə lillahi və innə ileyhi raciun. Biz Allaha məxsuq, yəni Allaha mülküyük. İstədiyini alır mülkündən, istədiyini də verir. O Allahın işidir. Qarışa bilmərik. Mənə verdiyi övlad da, var dövlət də, malda, hamısı onun idi. Birini alır, minin verib mənə. Milyonlar neymətindən birini alıb məndən. Səbr eləyirəm, əlhəmdülillah, Allah bunun belə məsləhəti idi mənə. Deyir, biz Allah üçün yaranmışıq, Allah'a da dönəcəyik. Ulaikə humul muhtədun. Əsl doğru yolda olanlar da olardı. Allah Subhanahu taala quluna lütf eləyəndə insanı belə şeylərlə imtahan edir. Və həmçinin quluna olan lütfünün növlərindən biri də qulu nə edir? Bu Allahın müəyyən seçdiyi qullar var ki, bu qullara onu məvfəq eləyir. Onları salih bir ailədə dünyaya gətirir. Salih valideynlərin himayəsində, Allahdan qorxan qohumların, salih bir cəmiyyətin içində o övladı dünyaya gətirir. Və biz bilirik ki, qardaşlar, biz ailəmizi seçə bilmərik. Ailəni Allah seçir bizi üçün və biz istədiyimiz ailədə, Allahın istədiyi ailədə dünyaya gəlirik. Düz deyil? Və Allah Subhanahu taala bir quluna lütf eləyəndə onu, yəni o seçdiyi, sevdiyi ailədə, yəni dünyaya gətirir. Məsələn, Musa əleyhissalam. Musa əleyhissalam, anası onun Allahdan qorxan bir qadın idi. Təqvalı bir qadın idi. Və bilirsiniz ki, Musa'nın dövründə böyük bir fitnə baş verir. Zalim Firon bütün oğlan uşaqlarını öldürür. Bəni İsrailin kişilərini öldürür. Qadınlarını da əsir götürürdü çox vaxt. Və Allah Subhanahu taala Musa dünyaya gələndə Allah Subhanahu taala Musa'nın anasına ilham eləyir. Yəni qəlbinə salır ki, onu əmizdir və ondan ötürü qorxduğunda, fikir ver, ondan ötürü qorxduğunda deyir, onu çaya at. Gəlib təzələr səni, öldürəcəklər uşağı. At onu çaya. Əmizir onu, narahat olma. Və at onu çaya. Qorxma və kədərlənmə. Əmin edir anasını. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracağıq, üstəlik də biraz da ona fəzilət verir. Biz onu peyğəmbərlərdən eləyəcəyik. Yəni artıq onun bir risaləti olacaq qabaqda. Bir missiya üçün göndərmişik onu. Təzələ o Nil boğula bilər, timsahlar və s. Və üçüncü bir səbəb gedir çıxır düz hara? Fironun düz qapısına.
Firon onu da öldürmək istəyir. Lakin zövcəsi nə deyir? Zövcəsi salih qadın olur. Deyir ki, onu eləmə, o bizə Allahdan ola bilər bir göz nuru kimi gəlib bizə. Allahdan demir çünki Firon Allaha inanmır. Yəni o bizə bir göz aydınlığıdır. Onu saxlayaq, ola bilər bizə arxadayaq olsun. Və Allah Subhanahu taala vədini unutmur heç vaxt. Və hətta Musanın anası o qədər fikir çəkir ki, görsən mənim uşağım nə oldu? Çıxdı getdi uşaq. Və deyir Allah deyir fikir ver. Biz onun deyir qəlbinə səbir verdik ki, yoxsa deyir o başına gələn hadisəni açıb danışacaqdı kimlərəsə. O səbir etdi. Səbir etdi və sonra Allah Subhanahu taala Musaya əmr eləyir ki, o uşağa heç kəsin döşündən süd əmmə. Və bazar Fironun əsgərləri çıxıb qadın axtarırlar, süd anası axtarırlar. Və Musanın anası qızına tapşırır ki, get bax, çünki mənə Allah vəd verib. O uşaq mənə bir yolla qaytaracaq. Kim gəlir Fironun sarayına girə bilər ki, mənim uşağımda o ver mənə? O ancaq nəsə bir hadisə olmalıdır ki, Yusif kimi türmədən hakimin xəbəri olsun ki, Yusif var türmədə, onu çıxartmaq lazımdır orada. Nə olur onun xəbəri? Necə olur? Yuxu. Yuxu olur ki, qaranlıq bir quyunun içində Yusif kimi bir adam var, o gəlib mənim yanımda oturmalıdır. Bir yuxu ilə. Musaya da, anasına da əmr edir ki, qızına deyir ki, çıx bazarları zadı gəz gör. Bu, nəsə bir olacaq ki, o uşaq mənə qayıdacaq. Və həqiqətən də görürlər ki, o uşaq heç kəsdən əmmir. Qız gəldi ki, o uşağı əmizdirən bir qadın var. Mən ümid edirəm onu əməcək. Çünki söz verib Allah Subhanahu taala anasına. Və anasını gətirirlər saraya. Gözəl bir qadın yanında yəni Musa tərbiyə alır və həm onu əmizdirir və həmçində ona görə uşağına pul verir. Anasına pul verir ona görə. Fikir ver. Həm ana qaytarır uşağını, gözəl yerdə saxladı anasını, həm də ona görə pul verir ona. Yəni Allah Subhanahu taala yəni vədinə xilaf çıxmır və həmçində onu peyğəmbər də etdi. Hələ o Musa Fironu məğlub etdi. Məğlub etdi. Allahın izni ilə. Yəni bu da Allahın quluna olan bir lütfüdür və Allahın quluna olan lütflərindən biri də ona halal ruzu qazanmağı müvəffəq edir. Rahat, onu qənaət, ona qane edən, razı salan ruzu nəsib edir ona. Və bu ruzu ilə onun bütün məqsədləri hasıl olur və əsasən də o ruzu ona vacib olan ibadətdən uzaqlaşdırmır. Əksinə, elə bir ruzu verir ki, ibadətə vaxt tapır. Cüməyə gedə bilir, namazlara gedə bilir, elm ala bilir, ailəsinə vaxt ayıra bilir. Bu Allahın quluna olan lütfündəndir, mərhəmətindəndir və Allahın daima bu lütfü Allahdan istəmək lazımdır. Məsələn, halal ruzu, məsələn, Allah Subhanahu taala onu bərəkətlidir insan üçün. İnsan bir sakit işi olur, məsələn, deyək bir ticarəti olur və yaxud nəsə, gəliri az olur. Ola bilər gəliri azdır, lakin qazandığı halaldır. Heç kimi aldatmır, əlində olana şükür edir və bu qazanca görə Allah ona imkan yaradır, vaxtı qalır ki, namazlarına vaxt ayıra bilir, elm ala bilir, ailəsinə elm öyrədir, ailəsinə vaxt ayıra bilir. O insan zahirən az qazansa da, amma rahat və bərəkətli bir həyat yaşayır. Allah Subhanahu ona həm halal ruzu nəsib eləyir, həm də qəlb rahatlığı verir. Rahat olur ona. Lakin elə insan da var ki, çox ruzu qazanır. Haçan baxan deyir, vaxtım yoxdur. Bütün günü ruzu məşğuldur ruzu ilə. O ruzu onu bütün Allahın ibadətlərindən uzaqlaşdırır. Söhbət qardaşlardan gedir, ibadət əhlindən gedir. Təbii ki, cahillər zaten onsuz da dünyasını ölürlər çoxsu. Və vaxt tapa bilmir. Nə ailəsinə vaxt tapa bilir, nə elmə vaxt ayıra bilir, nə belə deyək də nə deyirlər ona, ibadətlərində möhkəm ola bilir. Daima stres içində olur. Qəlbi heç vaxt rahat olmur. Daima stres içində. Və baxırsan ki, çoxlu pul qazanır, lakin Allah Subhanahu taalanın lütfu onda yoxdur. O xeyirdən uzaq bir insandır. Allah Subhanahu taala Qurani Kərimdə deyir ki, həqiqətən şeytan sizi kasıbçılıqla qorxuzar və sizi pis işlərə yönəldər. Allah isə sizə öz tərəfindən bağışlanma və lütf vəd edər. Fikir ver. Bir dənə bu ayədə gəlib ki, Allah deyir ki, şeytan sizi kasıbçılıqla qorxuzur. İnsanlar bir dənə bu ayəyə tabi olurlar şeytana. Lakin bu qədər Allah ruzu vəd verib, ruzu verəcəm. İnsanlar heç biri ona təvəkkül eləmirlər. Şeytan da insanı azlıqla qorxuzur, kasıbçılıqla qorxuzur. İnsan qorxur,
acından ölməkdən və çətinə düşməkdən başlayır nə etməyə? Görsən nə deyir? Başlayır o ruzunu haram yollarla əldə etməyə. Allah qorusun. Ona görə insan ruzunun kəsilməsindən, ruzunun azalmasından qorxmamalıdır. Ruzu Allahın lütfüdür. İstədiyini o lütfdən nəsib eləyir. Ona görə çoxlu Allahdan dua eləmək lazımdır. Allahdan istəmək lazımdır. Və həmçində İbn Qeym rəhməhullah sonunda deyir ki, burada gözəl bir fayda gətirir İbn Qeym ki, insanın, yəni qurtuluşu gözləməsi, çətinlik zamanı gedir. İnsanın sıxıntı zamanı, o qurtulmağı gözləməsi o imtahanda və onu diqqətlə izləməsi, gözləməsi ki, haçan qurtuluş gələcək, izləyir və həmçinin də ona ümid etməsi həmin məşəqqəti qul üçün yüngülləşdirir. Qəlbə məlidir bu. İnsan qəlbində bunu hiss edir. Və Allah Subhanahu taala xüsusən də insan, yəni həmin o anda, o çətinlik anında Allaha güclü şəkildə ümid eləyərsə və o, yəni qurtuluşu qəti şəkildə inanarsa ki, mütləq qurtuluş gələcək. Çünki Peyğəmbər hədisində buyurur ki, həqiqətən çətinlik asanlıqlandır. Həqiqətən sıxıntı, fərəc, qurtuluş sıxıntı ilə bərabərdir. Yəni yanbayan da olar. İnsan bunları bilir və Allaha təvəkkül eləyir. Bu zaman qəlbinə nə gəlir onun? Həmin o bəlanın, o sıxıntının içində onun qəlbinə o qurtuluşun iyi gəlir, ruhu gəlir, sərinliyi gəlir, rahatlıq gəlir. Və bu da yəni o lütf, Allahın lütfünün gizli formasıdır. Hansı ki, xilasın tezləşdirilməsidir Allahın quluna. Ona görə də Şeyx sonda buyurur ki, nə qədər faydalıdır ki, qul bu adın mənasını bilsin. İnsan biləndə bu adı nədir? Əl-Latif adı nədir? Allah quluna lütf eləyir və onun səbəblərini, əlamətlərini bilsin ki, müsibətlər Allahın lütfünün əlamətləridir. Allah bir quluna lütf eləmək istəyəndə, onu uzatmaq istəyəndə nə edir? Onu imtihan edir. Bunları biləndə, onda insan nəfsini başlayır çalışdırmağa. Yəni o adı iman gətirir o ada, nəfsini onun üzərində çalışdırır və Allah bu şeyin, yəni ibadətlərdə möhkəmlənir. Bu adın tələb etdiyi ibadətləri yerinə yetirir. Bu adın tələb etdiyi ibadətlər nədir? Yəni o sıxıntı, çətinlik anında nə gəlir insana? Nə edir? Səbr eləyir, dözür, Allaha təvəkkül eləyir, dua eləyir. Allah təvəkkül eləyir və dua eləyir və bilir ki, Allahdandır. Allaha yardım istəyir, acizliyini Allaha bildirir. Və bununla deyir, onun qəlbinə deyir, ümid, yəni Allahın fəzilətini əldə eləmək istəyi də olur insan qəlbinə. Və həmçinin o mükafatlar, hədiyyələri qazanmaq da olur ki, subhanallah, Allah buna mənə nə qədər mükafatlar istəyir ki, bunları əldə eləyim mən. Yəni, bu imtahanlarla. Və həmçinin də bu adı biləndə insan hər bir halında nə axtarır? Gözəl, yəni sonluqlar, gözəl nəticələri əldə etmək axtarır. Yəni insan bilir ki, yəni bunda Allahın onun üçün sonda bir gözəl nəticələri var. Və Allaha güvənir bu məsələdə. Bilir ki, Allah lütf sahibidir və onun Rəbbi Kərimdir. Nemətlər, bol nemətlər, çoxlu nemətlər sahibidir. İnsana çoxlu nemətlər nəsib eləyən də Allah Subhanahu taala və kim deyir xeyirlər axtararsa, Allah onu nəsib eləyər və kim də şərdən özünü qoruyarsa, Allah da onu qoruyar. Fəzilət Allahın əlindədir, o istədiyinə də onu nəsib eləyir. Çünki Allah əzəmətli fəzilət sahibidir. Allahdan istəyirəm ki, Allah Subhanahu bizi sabit eləsin, Allah bizi qorusun və Allah bizi ona layiq ibadət etməyə müvəffəq eləsin. Subhanaka Allahumma bihamdik, əşhədu an la ilahe illə entə, əstəğfiruka və etûbu ileyk.